Vaxtınız xeyirli olsun, EdNews TV izləyiciləri. Vətəndaş mövqeyini izləyirsiniz. Bugün də cəmiyyət üçün aktual olan məsələlərdən birini müzakirə edəcəyik və bugünkü studiyamızın qonağı deputat Musa Quliyevdir. Musa müəllim, xoş gəlmisiniz. Xoş gördük. Qərbi Azərbaycanlılarla bağlı layihələr, filmlər həyata keçirilir. Ermənilərin Qarabağa qayıtması kimi, yəni Azərbaycanda, yəni bizim qərbi Azərbaycanlılarımız da öz doğma diyarlarına qayıdacaqlar. Maraqlıdır, siz öz doğma diyarınıza qayıdıb orada yaşamaq istərdinizmi? Təbii ki, hər kəsi vətən çəkir, vətən hissi çox qəribə bir hissdir. Ona görə də əlbəttə o imkanlar yaranan kimi bizim ora getməyimiz hər birimizin arzularımızdır. Amma müəyyən şərtlər daxilində təbii ki, indi hər halda Ermənistan bizim üçün yad bir devlətdir. Baxmayaraq ki, torpaqlar bizim torpaqlardır, amma bizim torpağımızda qurulan yad və müəyyən mənada həm də bizə düşmən bir devlətdir. Həmin devlətin ərazisində qayıdıb yaşamaq üçün müəyyən şərtlər təmin olunmalıdır. Ən az ona görə ki, bizim təhlükəsizliyimizə təminat verilməlidir, insan və vətəndaş hüquqlarımıza təminat verilməlidir. Eyni zamanda müəyyən zaman keçməlidir ki, o düşmənçilik, qarşılıqlı bir-birinə nifrət hissi də unudulsun. Əlbəttə, hər kəsin öz doğulduğu, böyüdüyü, ata-babasına mənsub olan torpaqlarda, vətəndə yaşamaq hüququ var, çalışmaq hüququ var. Oraya gedib gəlmək, ən az ziyarət etmək hüququ var. Və cənab prezidentin də ötən il öz ad günündə Qərbi Azərbaycan icmasında olarkən etdiyi çıxışın da əsas leitmotivi bundan ibarət edir ki, biz Qərbi Azərbaycan torpaqlarına qayıtmalıyıq, amma sülh yoluna qayıtmalıyıq, beynəlxalq hüquq normaları çərçivəsində qayıtmalıyıq. Bu prosesdə hesab edirəm ki, son bir ildə olduqca sürətlənibdir, məqsədyönlü iş aparılır və Qərbi Azərbaycandan zaman-zaman deportasiya olunmuş insanların siyasi tutulur, statistika aparılır onların. Müxtəlif düşüncələri qeydə alınır. Eyni zamanda beynəlxalq aləmdə bütün dünya Azərbaycanlılarının iştirakı ilə bu proses aparılır və müəyyən ictimai, siyasi, hüquqi əsaslar yaradılır bu sahədə. Əlbəttə, oraya qayıtmaq zaman məsələsidir. O zamana kimi biz hazırlıq işlərini görməliyik. Ən əsası gənclərimizin və orada yaşamağa hazır olan insanların psixoloji cəhətdən hazırlanması və vətənə dönüb vətəni yenidən abad etməsi üçün lazımi hüquqi addımların atılması vacibdir. Dövlətimiz də böyük qayıdışla bağlı layihələr həyata keçirir. İnşallah yavaş-yavaş hər şey olduğu kimi qaydasına düşəcək. Cəmiyyət və dövlət arasında bir dialoq, bir ünsiyyət olmalıdır. Yəni istər siyasi xadimlər, istər tanınmış simalar, istər ümumiyyətlə dövlət məmurları və bugün sosial şəbəkələrin inkişafının pik nöqtəsində elə bu yaxşı bir fürsətdir. Amma bir məsələ var ki, məsələ hansısa bir dövlət məmurumu deyim və yaxud siyasi xadimi deyim, bir mövzu paylaşanda, bir sosial şəbəkələrdə bir video paylaşanda insanlar, təbii ki, bu insanın daxili tərbiyəsindən irəli gəlir, mənəviyyatından irəli gəlir. Çox belə qeyri-etik ifadələr, kim nə istəyir yazır. Məsələn, bu da qalır cavabsız, cəzasız qalır. Bu yaxınlarda Türkiyə Milli Məclisində sosial şəbəkələrə nəzarətlə bağlı qaydalar müzakirə olunub. Bizdə belə bir bu mexanizm üzərində nələr edilməlidir? Sizcə bunun qarşısı necə alınmalıdır? Çox ciddi bir məsələdir, çox aktual məsələdir və bu zaman-zaman bizim hər birimizi narahat edir və hər birimizdə çıxış yolu axtarırıq. Sizin dediyiniz o sosial şəbəkədəkilərinin çoxsu insanlar deyirlər, sadəcə olaraq trollardır, bəziləri isə müxtəlif elektron avtomat proqramlar əsasında hazırlanmış Azərbaycana qarşı təxribat məqsədi ilə artıq ortaya atılmış gündəmi zəbt edən dövrəyə buraxılmış, mən deyərdim ki, belə süni intellektin imkanlarından istifadə edilən proqramlardan irəli gəlir. O tərəfdən də deyim ki, təbii ki, müəyyən xarici imperialist qüvvələrin, erməni diasporunun
yaxud Azərbaycanı istəməyən müəyyən dövlətlərin də agentura şəbəkəsi burada işləyir. Bu sir deyil. Müxtəlif cəmiyyətlər altında istər ola bilsin bəzi qeyri-hökumət təşkilatları çərçivəsində, ola bilsin bəzi azlıqlar çərçivəsində, radikal dini və siyasi qurumlar çərçivəsində bunlar fəaliyyət göstərər, trollardır, oturublar daim klaviaturun arxasında və bu işə görə maaş alırlar. Və Azərbaycan kimi sürətlə inkişaf edən, dövlətləri gözü götürməyən böyük imperialist güclər müxtəlif ideologiyalar hazırlayırlar, ortaya atırlar, o dövlətin inkişafını zəiflətmək, orada vətəndaş, cəmiyyət, xalq, dövlət birliyini parçalamaq, bir-birinə qarşı qoymaq və nəhayət dövləti gücdən salmaq üçün, öz tabeliklərinə keçirmək üçün, idarəçiliyin öz əllərinə keçirmək üçün müəyyən fikirlər ortaya atırlar. Və bunlardan biri nədir? Bunlardan biri mənəviyyətsizləşdirmədir, lidersizləşdirmədir, sonra dövlətsizləşdirmədir. Əlbəttə, mənəviyyətsizləşmə ilə bağlı biz sosial şəbəkələrdə, xüsusən Facebook şəbəkəsində, TikTokda bunların bariz nümunələrini görürük. Bizim milli mənəvi dəyərlərimizə zid, əxlaqımıza zid, ümumiyyətlə insan və türk müsəlman əxlaqına qəti aidiyyəti olmayan görüntülər görürük, çağırışlar görürük, yazılar görürük. Bu yavaş-yavaş bu tolerantlıq yarandıqca istər-istəməz insan vərdiş elədiyi bir şeyə, hər gün gördüyü bir şeyə tez tolerantlıq yaranır. Və dözümsüzlük yaranandan sonra onlar ikinci bir ideyanı atır ortaya, lidersizləşdirmə. Bizim dövlət rəhbərlərini, cənab prezidenti, onun ailə üzvlərini, birinci vitse-prezidenti, deyək ki, Milli Məclisin sədri, baş nazir, deputatlar, ölkədə ictimai nüfuzu olan tanınmış ziyalılar haqqında yenə də deyir, əslində nə verir? Cəmiyyətdə müəyyən vaxtdan sonra biganəlik yaratmaq və ondan sonra isə dövləti öz istədikləri kimi çevirməkdir və öz təsirlərini göstərmək. Məsələn, Azərbaycanın çox görkəmli ziyalısı, xalq artisti Rasim Balayev haqqında. Rasim Balayev nə bir söz demiş? Cənab prezident ona İstiqlal ordeni təqdim edəndə bir xoş söz demişdi. Gör, nə qədər Rasim Balayeva təhqirlər yağdırdılar, nə qədər təhqir. Bizim özümüz hər anda dövləti müdafiə eləmək üçün, cəmiyyəti müdafiə eləmək üçün, tariximizi doğru araşdırmaq üçün bir söz ortaya atan kimi görürsən yüzlərlə çirkab yağdırırlar. Amma ziyalı çirkabla cavab verə bilmir. Ona görə də bəzi hallarda görürsən onlar istədiklərinə nail olurlar və o düşünən kütlə, ziyalı kütlə, ağıllı hissələr bunlar geriyə çəkilir. Kimi öz abırını qoruyur, kimisi öz ailəsinin hörmətini və izzətini qorumaq məqsədini falan. Ona görə də bu bir ideologiyadır, bu bir təsadüfi bir şeydir. Mübarizə aparmaq üçün müxtəlif əlbəttə yollar var. Birinci növbədə hüquq mühafizə orqanları var, onlara müraciət olunmalıdır, vaxtında məhkəmələr olmalıdır. Bu da bir çətin. Digər məsələ, biz vaxtı ilə onu təklif eləmişdik. Bir 6-7 il bundan əvvəl Facebook yeni yaranmağa başlayanda, onda mənim üstümə çox böyük təzyiqlər oldu. Mən deyirdim ki, həmin o databazalar Amerikada oturmalı deyil. Databaza burada olmalıdır. Azərbaycanda kim Facebookdan istifadə edir? Şəxsiyyət vəsiqəsi var, uçotu var, anonimlik gözlənmə şərti ilə. Amma sabah kimisə təhqir edirsə müxtəlif adı altında, görək bu hansı kimdir və biz də öz məsuliyyətini də dərk eləyərdi, cavabını da verərdi. Ona qarşı da müəyyən bir addımlar atılır. Amma indi görürsünüz, artıq Rusiya belə bir qanun qəbul edibdir. Türkiyə artıq müzakirələrdən keçir. Avropa ölkələrinin çoxsunda var, bizdə də var. Təbii ki, biz də o yoldan getməliyik. Artıq uşaqların bu kiber hücumlardan qorunması ilə bağlı, informasiya təhlükəsizliyinin təmin edilməsindən bağlı qanun qəbul olunubdur. Və bütövlükdə cəmiyyətin bundan qorunması üçün mən hesab edirəm müvafiq qanunvericiliyə dəyişiklik etməyin vaxtı çatıbdır. Dünya təcrübəsi də artıq kifayət qədər var. Bunlardan istifadə edərək yəqin yaxın vaxtlarda biz də qanunvericiliyimizi bu istiqamətdə təkmilləşdirərək cəmiyyəti qorumalıyıq, bir-birimizi qorumalıyıq. Bəli, əslində bayaq da qeyd etdiyim kimi cəmiyyətlə, yəni dövlət arasında ünsiyyət mütləq vacibdir. İnsanların fikirlərini dinləmək, eşitmək, amma təhqirə keçmək bu artıq həqiqətən də yol verilməzdir. Məncə də. Təhqir əslində gücsüzlərin deyil, silahıdır. Amma burada artıq təhqir gücsüzün silahı deyil. Təhqir artıq burada bir güc nümayişi kimi artıq ortaya atılmış bir üsuldur
və ona görə də hesab edirəm ki, bu yol verilməzdir, əlbəttə yol verilməz. Musa müəllim, insan hüquqları deyərkən nə başa düşülür və Azərbaycanda yetərincə qorunurmu? Əlbəttə, insan hüquqları Azərbaycanda kifayət qədər qorunur və insan hüquqlarının genişləndirilməsi istiqamətində də zaman-zaman işlər aparılır. Bizim konstitusiyamızın çox böyük bir hissəsi insan hüquq və azadlıqlarına həsr olunubdur və o təminatları da yaradır. Və insanın ən birinci hüququ nədir? Onun doğulduğu vətənində, evində yaşamaq hüququ, hansı ki bizim Qərbi Azərbaycanda olan qaçqın və məcburi köçkün soydaşlarımız bu hüquqdan məhrumdur. 1 milyon vətəndaşımız Qarabağ ətrafından və Qarabağdan 30 il ərzində qovularaq bu hüquqlarından məhrum oldular, amma dünya səsini də çıxartmadı. Və 30 il ATƏT-in Minsk qrupu bu işlə məşğul oldu və bir dəfə dilinə gətirmədi ki, bu qaçqın və məcburi köçkünlərin hüquqları tanınmalıdır, bərpa olunmalıdır və o hüquqlar yerinə yetirilməlidir. Amma kiçik bir qurum deyək ki, bir cinsi azlıqmı, bir dini azlıqmı, ya bir siyasi bir azlıqmı, bir balaca bir miting eləyən kimi, bir balaca deyək ki, özlərini göstərən kimi bütün Avropa, Qərb işıqlandırırlar dövlətə qarşı, ay siyasi məhbus var ölkədə, ay nə bilim ölkədə feministlərin haqqı pozulur, ay nə cinsi azlıqların haqqı pozulur. Deməli, insan haqlarından da manipulyasiya kimi istifadə edilənlər. Ona görə də insan haqqı da, hüququ da, eyni zamanda vəzifəsi və məsuliyyəti də bərabər şəkildə tənzimlənməlidir. Mən hesab edirəm ki, Azərbaycan insan haqlarının qorunmasında ən nümunəvi ölkələrdən biridir. Heç kəsin haqqı bu Azərbaycanda pozulmur. Əgər hər hansı bir dövlət məmuru, hər hansı bir vəzifəli şəxs o insan haqqını məhdudlaşdırırsa da, o saat onun qarşısı da alınır və müvafiq tədbirlər də görür. Bu yaxınlarda mən oxudum sosial şəbəkələrdə, Qəbələ rayonunda gərək ki, bir kənddə polislə sərxoş vətəndaşlar arasında bir qarşıdurma olmuşdu. Orada polis özünün səlahiyyət həddini aşmışdı və hələ həmin bir neçə saat ərzində artıq Daxili İşlər Nazirinin əmri oldu və o polis vəzifəsindən götürüldü. Və ona görə də demək istəyirəm ki, vətəndaş da öz hüququnu, vəzifəsini bilməlidir. Dövlət məmuru da öz hüququnu, vəzifəsini bilməlidir. Müxalifətdə olan da, iqtidarda olan da müəyyən o çərçivələr gözlənəndə hüquqlar da təmin olunur, azadlıqlar da təmin olunur. Amma hər halda bu sahədə də bizim böyük maarifləndirmə işimizi aparmalıyıq, böyük təbliğat işimizi aparmalıyıq. Və həm də müxtəlif Qərbin dairələrinin insan haqları, insan hüquqları filan məsələlərlə bağlı etdiyi çağırışlara da biz tənqidi yanaşmalıyıq. İnsan haqları dünyada bəlkə də yeganə bir alətdir, arqumentdir ki, bunu bəhanə edib müxtəlif dövlətlərin daxili işlərinə qarışırlar, müxtəlif ölkələrin daxili işlərinə qarışırlar. Ərəb ölkələrində Ərəb baharı inqilabları getdi, müxtəlif rəngli inqilablar. Məhz bu insan haqlarının qorunması adıyla oraya girdilər, amma o ölkələrin hamısında bu saat insanlar bədbaxt və rəzil bir vəziyyətdədir. Buna görə də birinci öz haqqı qoruyursansa gərək öz dövləti qoruyasan. Gender bərabərsizliyi Azərbaycanda varmı sizcə? Və məsələn, belə deyək də, bir neçə il bundan öncə daha çox qabarıq idi, amma müasir dövr olmağına baxmayaraq, yenə də qadınların sosiallaşması məqbul qarşılanmır. Bu haqda nə deyərdiniz? Gender bərabərliyi, bərabərsizliyi deyərdim. Azərbaycanda da var, dünyada da var və tarixən də olub. Belə ki, bizim indiki cəmiyyətimiz, deyək ki, indiki sivilizasiya götürək də, tutaq ki, bir 2000 ilin sivilizasiyası götürsək, bu daha çox kişilərin liderliyi üzərində qurulan bir sivilizasiyadır. Yəni patriarxal bir cəmiyyətdir bütün dünyada və dünyada da bütün idarə edici və liderlik edici qüvvə həmişə kəsim olubdur. İstər bizim dünyəvi dinlərin hamısı, dünya dinlərinin hamısı, Yudaizmi də, Xristianlıq da, Müsəlmanlıq da həmişə üstünlük kişilərə veribdir. Bu bir tarixi bir prosesdir, tarixi bir həqiqətdir və onun üzərində isə zaman-zaman artıq kişilərin bir dominantlığı ortaya gəlib çıxıbdır. Amma artıq biz 21-ci əsrdə yaşayırıq, dünyada böyük bir sivilizasiya prosesi, bəşəriyyət keçibdir. Əlbəttə, insan, qadın da, kişi də insan olaraq
Allah Taala tərəfindən yaradılıbdır və orada bir bərabərliyin olması, həm də cəmiyyətdə bir harmoniyanın olması və cəmiyyətdə irəliyə doğru dinamizmin olmasına gətirib çıxaran bir amildir. Buna görə də artıq 20-ci əsr bütövlükdə və 21-ci əsrdə artıq başlayıbdır. Bu artıq qadın haqlarının daha çox önə çıxması, hüquqlarının genişləndirilməsi, kişilərlə bərabər təminatlar, eyni zamanda imkanlar yaradılması devridir. Buna görə dünyadan BMT-nin bir neçə konvensiyaları var. Qadınlara qarşı bütün ayrı seçkimin aradan qaldırılması, məişət zorakılığının aradan qaldırılması, qadınların hüquqlarının kişilərin hüquqları ilə bərabərləşdirilməsi. Azərbaycan da bu konvensiyaları ratifikasiya etmiş dövlətlərdən biridir və bizdə həm gender bərabərliyi haqqında 2007-ci ildə, həm də məişət zorakılığının qarşısının alınması haqqında 2010-cu ildə qanunlar qəbul olunubdur. Dövlət proqramı var qadınların cəmiyyət həyatında daha fəal iştirak üçün. Amma buna bütün bu görülən işlərə baxmayaraq müəyyən stereotiplər hələ də qalmaqdadır və görünürsə bir xeyli müddətdə bu stereotiplər qalacaq. Nədir biz? Əgər ailədə biz oğlan uşağına lap ki, körpə vaxtdan üstünlüyü veririksə, deməli bu stereotip artıq oğlan uşağında. Eyni zamanda bu mənfi stereotipdə qızın da beynində artıq formalaşır ki, oğlan birincidir, oğlan. Amma bizim böyük Peyğəmbərimiz Məhəmməd Peyğəmbər nə deyirdi? Deyirdi, evlatlarınız arasında heç vaxt seçim etməyin, fərq qoymayın. Amma fərq qoyursunuzsa üstünlüyü qızlarınıza verin. Yəni, bundan böyük bir kəlam olmaz, bəlkə də gender bərabərliyinin təbliği üçün. Amma veririkmi ki, xeyr vermirik. Və ən böyük bu belə deyərdim, gender bərabərliyin zərbəni vuran kimdir? Həmin o dini kəsimlər, hansı ki, Məhəmməd Peyğəmbərin kəlamlarını və onun müqəddəs, bəşəriyyətə bəxş etdiyi müqəddəs Tanrının kitabını oxuyan, ona biət gətirən kəsim. Bu mənada mən hesab edirəm ki, həm zamana ehtiyac var, həm təbliğata ehtiyac var, həm də heç şübhəsiz ki, qanunvericilikdə və müəyyən institusional hərəkətdə, fəaliyyətdə özünü göstərmə. Artıq Azərbaycan parlamentində təxminən 20%-ə yaxındır qadınların təmsilçiliyi. Dövlət işlərində müəyyən qədər var, amma bizim arzu etdiyimiz səviyyədə deyil. Qadın əmək haqqı ilə kişi əmək haqqı arasında çox ciddi fərqlər var. Təxminən 63% təşkil edir kişi əmək haqqının qadın əmək haqqısı. Dünyada kişilərin qazandığı deməli, $1 qarşılığında qadınların qazancı 80 sentdir. Eyni işi görürlər, amma kişilərdən daha az pul qazanırlar. Azərbaycanda isə bu fərq 63%-ə gəlir çıxır. Yəni 101 manatın kişi qazanırsa 63 qəpik həmin işə görə qadın qazanır. Buna görə də biz qanunvericiliyimizdə də keçən il dəyişiklik etdik əmək məcəlləsində qadınların əmək fəaliyyətini məhdudlaşdıran təxminən 600-dən çox peşəni biz o məhdudiyyəti aradan qaldırdıq. Ən yüksək peşə hardadır? Dağ mədən sənayesində, hansı ki 3000-dən yuxarıdır orada əmək haqqı. Qadınların orada işləmək faktiki qadağan edildiyə qədər Sovet dönəmindən qalmış. Kimya sənayesində eləcə, metallurgiya sənayesi ilə, tikinti sahəsi ilə. Qadın kişi əməyinin bərabər qiymətləndirdiyi sahələr haradır? Təhsil sahəsidir, səhiyyə sahəsidir, amma orada da əmək haqqı o qədər yüksək deyildir. Buna görə də həm bank sektorunda, həm dövlət idarəçilik sektorunda, həm də bayaq dediyim dağ mədən, neft sənayesi, kimya sənayesi, metallurgiya sənayesi. Yəni, qadın əgər istəyirsə ki, metallurgiya sənayesində işləsin, bizim niyə ona qanunlarımız qadağan etməlidir? Kimya sənayesində işləsin, niyə qanun qadağan etməlidir? Biz o qadağaları götürürük, könüllülük seçimi veririk. Bəli, məhdudiyyət qoyuruq. Yalnız hamilə qadınlara müəyyən işlərdə, ağır işdə, fiziki işdə olmaz. Haradasa radiasiya şəraitində də olmaz. Dənizdə, məsələn, hamilə qadın gedib dənizdə neft çıxarası deyil. Bu sahələrə biz hamiləlik dövrü üçün məhdudiyyət qoyuruq. Qalan sahələrdə qoy işləsinlər, çalışsınlar. Başqa bir problem təhsil alma ilə bağlıdır. Bir çox bizim bölgələrimizdə qızlarımız 8-ci sinifdən sonra demək olar ki, təhsil almaqdan yayınırlar, mütləq bu ərə getməlidir. Bir ər çörəyi ifadəsi var. Mənim zəhləm getdiyi ifadələrdən də biri budur. Çörək Allahın çörəyidir. Ər kimdir sənə çörək verir? Allah ona verməyəndən sonra o sənə çörək verəcək. Və sabah boşananda isə Azərbaycan mentalitetinin uyğun olaraq 90%, bəlkə də 98% hallarda uşaqlar ana ilə qalır, az yaşlı uşaqlar. Ana ilə qalır və deyir, sənin burada yaşamaq bugün yoxdur, gəlin gəlmirsən, çıx get.
və ana iki uşaqla qalıbdır, bir peşəsi də yoxdur, ixtisası yoxdur, işləyirdi, tapa bilmir, faktiki qalır bu, ya ailə üzvləri varsa ata tərəfindən, qadın ata tərəfindən, onların himayəsində qalmalıdır uşaqların böyütməkdən ötürü və yaxud da ki, çox rəzil bir günə düşməli. Ona görə də biz uşaqlar, qızlarımıza birinci növbədə təhsil verməliyik. Qızlarımızın iş tapıb daha yüksək məvacibli işlə təmin olunub öz ayağı üstə durmağını təmin etməliyik. Bu mənada görüləsi işlərimiz də çoxdur. Daha çox kişilərə üstünlük vermək dünyada da elə siyasətlə bağlıdır bu. Məncə bu siyasətdən daha çox irəli gəlir, nəinki dindən. Və siz necə düşünürsünüz? Ümumiyyətlə kişilərə üstünlük vermək dünyada doğrudurmu, yoxsa yanlış? Yox, mən deməzdim o siyasətlə irəli gəlir. Məsələn, Avropada da onlar xristiyan dininə mənsub insanlardılar və Avropada idarəçiliyinin böyük əksəriyyətində artıq qadınlardır. Amma bizim o milli mentalitet və ənənələrdən bu siz necə düşünürsünüz? Üstünlük formalaşıb. Üstünlük bilirsiniz necə olmalıdır? Məsələn, belə bir söz var ki, kişi evi saxlamalıdır, kişi qazanmalıdır. Bilirsiniz, üstünlük hardan gəlir? Üstünlük də bir təbii, mən deyərdim, yaranmış bir üstünlükdür. Ailənin birinci funksiya nədir? Ailənin qorunması, müdafiə funksiyasıdır. Və kişi fiziki cəhətdən adətən güclü olduğuna görə müdafiə funksiyasını öz üzərinə götürür. İkinci, ailənin sosial təminatları funksiyasıdır. Hansı ki, belə qoyulub ki, kişi getsin, işləsin, qazansın, getsin və ailənin idarəçiliyində isə qadının rolu olsun. Amma yerlər dəyişəndə nə olacaq? Heç bir şey olmayacaqdır yerlər dəyişəndə. İndi bizim qanunvericilikdə icazə var, imkan var. Məsələn, deyək ki, hamiləlikdən sonra da, doğuşdan sonra uşağa baxmağa görə 1 il və il yarımlıq müavinətlər var. Bir çox hallarda qadın əmək haqqısı yüksəkdir, işlədiyi yerdə yüksəkdir. Onun həyat yoldaşısı daha az əmək haqqı alır. Ona görə deməli, onun müavinəti və əmək haqqısı çox olacaq. Ona görə də uşağa baxmaq funksiyasını artıq kişi ata öz üzərinə götürür və qadın gedir işləməyə. Artıq bu praktikamızda var. Qanun da buna imkan verir. Və yəqin bu zaman olacaqdır və biz bunu nə tələsdirməli deyilik, nə də süni sürətdə sürətləndirməli deyilik. Sadəcə maarifləndirmə işi aparmalıyıq və bir də qadınlara hüquq verdiyimiz kimi o imkanları da yaratmalıyıq ki, o imkanlardan da yararlansınlar. Əmək haqqından söz düşmüşkən Musa müəllim, deməli 240 manatdan yaşayış gələn il üçün 270 manata qaldırılıb. Bir cəmiyyətin ziyalısı kimi, yəni bir millət vəkili bir kənara, bir cəmiyyətin ziyalısı kimi necə düşünürsünüz? Bu 270 manat yetərlidirmi ki, bugünkü iqtisadi vəziyyətə baxsaq? Bilirsiniz, nə 270 manat yetərli deyil, nə 500 manat yetərli deyil, nə 1000 manat yetərli deyil. Bəzi adam üçün heç 5000 manat da yetərli deyil. Məsələ burada pulu qazanmaqda deyil, pulu necə xərcləməklə bağlıdır. Bir də ki, o 270 manat ki, yaşayış minimumu deyirik, bu əslində bir subyektiv bir rəqəmdir. Bu günləri 270 manat yaşayış minimumudursa, amma minimum əmək haqqı 347-45 manatdır və gələn ildə daha da artacaqdır. Əlbəttə, indiki inflyasiya şəraitində o nəinki bir aya, hətta mən deyərdim, bir yarım aya da çatmaz. Ən belə ciddi bir qənaətlə xərcləsən belə. Amma sadəcə o bir indikatordur. Bir cəmiyyətin bir indikatorudur və dövlət büdcəsində müəyyənləşdirərkən bir artım indikatorudur. Və bu indikator bu günləri 240 manatdan 270 manata qaldırıbsa təxminən 21%lik bir artım deməkdir. Amma gələn il üçün inflyasiya nəzərdə tutulub 5%. Yəni bu inflyasiyadan 4 dəfə yüksək bir artım onu göstərir ki, bizim keçən ildəkindən pis yaşamayacaq bizim insanlarımız. Bilirsiniz necədir? Pensiya heç vaxt hamıya çatmır. Əmək haqqı da heç vaxt hamıya çatmır. Biz qazanma mədəniyyəti ilə yanaşı istehlak mədəniyyətimizi də formalaşdırmalıyıq. Çörək qədər bizim Azərbaycan xalqının və Türk xalqının, müsəlman aləminin Qurandan deyə çörək irəlidir. Müqəddəs bildiyimiz ikinci bir ərzaq yoxdur. Amma siz gedin bu zibil qutularının yanına, görün nə qədər çörək atılır. Və biz nə qədər israf edirik o çörək, təkcə bir çörəyin miqyasında mən deyirəm. Və siz görün ki, evlərə nə qədər ərzaq paketləri gedir
və evlərdən də nə qədər, üzr istəyirəm, tullantı paketləri evlərdən çıxır. Biz onu normal qənaət eləsək, bəlkə onun 3-dən 1-i qədər bizim ehtiyacımız yoxdur. Amma toylarımıza baxın, yaslarımıza baxın, o toylarımızdakı süfrəyə düzülən o naz nemətin 30% istehlak olunmur. Yas yerlərində isə nə qədər təbliğat aparıldı, hətta bəzi dövlət orqanları da bu işlərə qarışdı bir neçə il bundan öncəki. Toy yas yeri, axı bu yemək-içmək yeri deyil. Bu gəlib kiminsə kədərin bölüşmək, kiminsə təskinlik vermək, uzaq başı bir stəkan çay içib getmək məclisidir. Amma görürsünüz, yenə də müəyyən o qüvvələr ki var, hansı ki oradan böyük qazançlar qazanırlar, ona imkan vermədilər. Toylarla bağlı biz hələ bir 15 il bundan qabaq, bəlkə də 20 il bundan qabaq təşəbbüs irəli sürdük ki, bir qanun qəbul edək və məhdudlaşdıraq. İmkan verilmədi ona. Amma Özbəkistan o qanunu qəbul elədi, Türkmənistan, Tacikistan qəbul elədi və dedi ki, toya məsələn ən çox halda 100 nəfər qonaq çağıra bilərsən. Toyun müddəti ən çox hallarda 4 saatı keçməli deyil. Toyda gəlin bəy deyək maşınların müşayiət edən maşınların sayı 5-dən çox ola bilməz. Eyni zamanda toyda süfrədə deyək ki 4 ya 5-dən artıq isti, soyuq yeməkdən artıq verilə bilməz. O məhdudiyyətlər də qoyuldu və cəmiyyət də yaşadı. Toy eləmirlərmi? Onlar eləyirlər. Şənlənmirlərmi? Şənlənir. Amma bizim bəzi hallarda müəyyən biznes maraqları bizim vətəndaşlarımızın o gəlirlərini də mi, çıxarlarını da mı, onların maraqlarını da mı üstəlik və məcbur oluruq biz o yolu getməyə. Bəzi halda deyir, bir dəfə də övladıma bir dənə toy eləyirəm də ömrümdə, nə olacaqdır? Amma sən o toya xərclədiyin o lüzumsuz vəsaiti evladına ev ala bilərsən, evladının bir biznes qura bilər ondan, evladının gələcəkdə öz övladı üçün bir yatırım edə bilər, onun təhsili üçün, onun sağlamlığı üçün, gedib dünyanı gəzmək üçün daha belə deyərdim, səmərəli xərcləyə bilərsən. Amma biz deyirik ki, toyda yox, filan müğənnini çağırdım və 10.000 manatda onun yarım saat oxumağına pul verdim. Bax, o 270 manat ona görə çatmır. Nə qədər xərcləməyindən deyil, daha doğrusu nə qədər qazanmağından deyil, nə qədər xərcləməyindən asılıdır. Təşəkkür edirəm Musa müəllim. Çox sağ olun. Bizimlə maraqlı fikirlərinizi Sağ olun, mən də təşəkkür edirəm və uğurlar arzulayıram sizə. Dəyərli izləyicilər, mən də sizinlə sağollaşıram. Növbəti verilişimizdə görüşmək ümidi ilə salamat qalın.